Salam hörmətli izləyicilər, Neytral Zonada xoş gəldik. Bu dəfəki mövzumuz İran-Amerika toqquşması, Rusiya-Ukrayna müharibəsi və Ermənistanın silahlanması, Ermənistanın keçirdiyi hərbi təlimlərin mahiyyəti ilə bağlı olacaq. İran-Amerika arasında toqquşma demək olar ki, 10 gündən çoxdur ki, davam edir və tərəflər maksimum bir-birlərinə tükəndirmək üçün bir-birlərinə ağır zərbələr endirirlər. Xüsusilə Amerika tərəfi İranın daha çox sahil zolaqlarına, xüsusilə Bəndər Abbas limanına zərbələr endirir ki, ümumiyyətlə İran tərəfi sahilə və yaxud da ki, Hörmüzə, Körfəzə heç bir nəzarəti həyata keçirə bilməsin. Qarşılığında isə İran daha çox İordaniyanı, Küveyti, Bəhreyni vurur. Eyni zamanda müəyyən mənada Səudiyyə Ərəbistanını, Qətəri və Birləşmiş Ərəb Əmirliklərinə də düzdür, az sayda zərbələr endirir, amma hər halda bu zərbələri həyata keçirir. Burada xarakterlər müxtəlifdir. Məsələn, bəzi ölkələrə qarşı endirilən zərbələrin xarakteri müxtəlifdir. Misal üçün, birinci götürək Səudiyyə Ərəbistanını. Səudiyyə Ərəbistanı ilə İran birbaşa toqquşmaya getmək istəmir. Düzdür, Səudiyyə Ərəbistanı da bunda maraqlı görsənmir. Amma burada önəmli olan faktor Pakistandır. Çünki Pakistanın da Səudiyyə Ərəbistanı ilə bir strateji, hərbi bir müttəfiqlik müqaviləsi var. Və Pakistan qoşunları Səudiyyədədir və eyni zamanda elə əslində qeyd etmək lazımdır ki, Səudiyyə ordusunun bir hissəsini də elə Pakistanlılar təşkil edir. Bu mənada Pakistan da müəyyən mənada İrana təzyiq edir ki, Səudiyyə Ərəbistanına zərbələr endirməsin. Amma Səudiyyədən Amerika qoşunlarının, Amerika aviasiyasının və yaxud da ki, raketlərinin, dronlarının İran üzərinə hücumları həyata keçirilir. İran bunu iki formada buna cavab verir. Bir, özü zərbələri həyata keçirir. İkinci isə Husilər faktoru var ortalıqda. Husilər faktiki olaraq açıq şəkildə bəyanat verdilər və bildirdilər ki, onlar tam səfərbərliyə gedəcəklər və Səudiyyə Ərəbistanı ilə açıq şəkildə müharibəyə getmək planlarını ortaya qoydular. Və eyni zamanda Husilər bəyan elədilər ki, Səudiyyə Ərəbistanının Qırmızı dənizdə mühasirəyə alacaqlar. Yəni bunun əslində Husilərin bu gücü və yaxud da ki, Husilərin bunu etmək kimi bir potensialı varmı? Var. Bunu əlavə olaraq onu da qeyd etmək lazımdır ki, əslində piratların, yəni dənizdə olan piratların bir çoxsunun da məlum oldu ki, İranla birbaşa bağlılığı var. Necə bu bağlılıq həyata keçirir? İran təbii ki, öz təhlükəsizliyini və yaxud da ki, öz maraqlarını qorumaq üçün Səudiyyənin, Husilərin əli ilə bu tip addımlar atıb və bu pirat qruplar da, dənizdəki olan bu pirat qruplar da əslində istənilən bir ölkə üçün və yaxud da ki, Səudiyyə Ərəbistan üçün və yaxud da ki, hansısa bir ölkə üçün ciddi problemlər törədə bilərlər və hesab edirəm ki, Səudiyyə bu məsələdə bir qədər digər ölkələrdən fərqli olaraq bir qədər fərqlənir və ona görə də yəni Səudiyyəyə İran hansısa bir formada Pakistana görə təzyiq edə bilməsə, Husilər faktoru girəcək ortalığa. Əgər burada Pakistan da müdaxilə edəcəksə, İranın öz qarşısını almalıdır. Ona görə də düşünürəm ki, ən mürəkkəb məsələ hazırda İranla Səudiyyə Ərəbistan arasında baş verir və Husilər həm Səudiyyə Ərəbistanını təhdid edir, həm dənizdən təhdid edir, həm qurudan təhdid edir və həm də Bab-el-Məndəb boğazı ilə bağlı əslində həm Avropanı, həm də dünyanı təhdid edir. Və indiki mərhələdə onu da qeyd etmək lazımdır ki, paralel olaraq həm İranla, həm də Husilərlə paralel olaraq müharibə aparmaq o qədər də asan məsələ deyil və bunu İsraillə məsafə çox uzaqdır. Eyni zamanda Amerikanın da qüvvələrini bölüb bu istiqamətə də hücum həyata keçirməsi problemdir və əsas məsələ odur ki, orada Rusiyanın və Çinin də çox ciddi maraqları var. Digər ölkələrə gəldikdə isə Birləşmiş Ərəb Əmirlikləri faktiki olaraq İsraillə müttəfiq kimi davranır və ona görə də İran müəyyən mənada Birləşmiş Ərəb Əmirlikləri ərazisindəki Amerika bazalarına da zərbələr endirir. Bəhreyn onsuz da ən yaxın ərazidir və Bəhreyndəki Amerikanın 5-ci donanması yerləşir və o 5-ci donanmanın qərargahını və yaxud da ki, digər bütün hərbi bazaları İranın demək olar ki, raket zərbələrinə məruz qalıb və düşünürəm ki, Bəhreyn burada ən təhlükəli vəziyyətdir və ikinci ən təhlükəli vəziyyət isə Küveytlə bağlıdır. Küveytin əsas problemi ondan ibarətdir ki, ərazi kiçikdir və İran faktiki olaraq Küveyt ərazisindəki demək olar ki, bütün hərbi bazalara, hətta su qaynaqlarına və elektrik stansiyalarına da zərbələr endirməyə başlayıb. Çünki Amerika tərəfi İranın həm körpülərinə, həm su qaynaqlarına, həm də ki, elektrik stansiyalarına zərbələr endirdi və düşünürəm ki, İran da bunun cavabını Küveyt üzərindən verir və burada Bəhreyndən sonra ikinci ən böyük təhlükədə olan ölkə hesab edirəm ki, Küveytdir. Çünki
Küveytin İraqla sərhəddi var və İranın İraqdakı gücü məlum məsələdir və İranın oradakı ümumiyyətlə qruplaşmalara nəzarəti və yaxud da ki, qruplaşmalarla bağlılığı yəni heç kimə sir deyil. Hətta 40 günlük müharibə zamanı da Küveytin İraqdakı konsulluğuna hücumlar həyata keçirdi və yaxud da ki, onları hətta götürmək niyyətləri var idi. Yəni əslində İranın əli İraq üzərindən Küveytə qarşı da çox güclüdür və ona görə də düşünürəm ki, Küveyt hazırda ən çox təhlükə, Bəhreyindən sonra ən çox təhlükədə olan ölkələrdən biridir. O ki, qaldı İordaniya məsələsinə. İordaniyanın xarakteri bir qədər fərqlidir. İranın İordaniya ərazisinə çoxlu sayda zərbələr endirməsi, radarları, ümumiyyətlə hava hücumundan müdafiə sistemlərini vurub sıradan çıxartması, Amerika bazalarını vurub sıradan çıxartması iki cür başa düşülməlidir. Birinci başa düşüləcək məsələ odur ki, İordaniyada Amerikanın hərbi bazaları var, İrana qarşı o bazalardan istifadə olunur və İran cavab verir. İkincisi isə hesab edirəm ki, strateji xarakteri daşıyır. İran indidən İsraillə əgər olası bir toqquşma baş verəcəksə, İordaniyanı sıradan çıxartmaq istəyir. Yəni İordaniya İsrailə gedəcək xətti İran indidən vurub sıradan çıxartmaq istəyir. Əgər İordaniya ərazisində hava hücumundan müdafiə sistemi olmayacaqsa, radarlar olmayacaqsa, oradan hansısa aviabazalardan təyyarələr qalxa bilməyəcəksə, İran maneə olmadan, yəni İsrailə çatacaq raketlərin və dronların maneəsi olmadan, çünki İordaniya üzərində öncə, yəni birinci eşelon kimi birinci İordaniya üzərində qarşılayırdı İsrail tərəfi, ikinci İsrail ərazisində qarşılanırdı. İran indidən özünə yol açmaqla məşğuldur və mən düşünürəm ki, və orada əsas məsələ ondan ibarətdir ki, çünki İsrail tərəfi də qeyd edir ki, İranla müharibəyə, geniş miqyaslı müharibəyə başlamaq lazımdır, İranla müharibə etmək lazımdır. Yəni İran bunun fərqindədir ki, İsrail əgər bu proseslər bu formada davam edərsə, İsrail də bu müharibəyə qoşula biləcək və İran indidən İsrailə endirəcəyi yolu açır. Yəni İordaniya həm də biz bu gözdən baxmalıyıq. Və müharibənin əslində biz nəyin şahidi oluruq və biz görürük ki, müharibənin dayanması üçün əvvəllər məsələn 40 günlük müharibə zamanı Çin hansısa bir formada danışıqlarla bağlı və yaxud da ki, sülhlə bağlı bəyanatlar verirdi və yaxud da ki, məsələn, Pakistan hansısa bir addımlar atırdı, Qətərin müəyyən bir mənada fəaliyyəti var idi. Amma indi o açıq şəkildə görünür ki, tərəflərdən heç biri prosesə qoşulmaq istəmir və hər kəs sanki fərqindədir ki, bu müharibənin bir sonu olmalıdır. Burada iki variant var. Ya Amerika qalib gələcək, bütün Körfəz ölkələrinə və bütün Körfəzdən ümumiyyətlə Körfəzin iqtisadiyyatına, hər bir şeyə, logistikaya tamamilə nəzarət ələ götürəcək. İkinci variant isə ondan ibarətdir ki, İran burada Amerikanı sıxışdırıb çıxardacaq. Ən azından Körfəz ölkələrindən sıxışdırıb çıxacaq. Məsəl üçün, lap müharibə indiki hədlərdə dayansa, adi götürək Bəhreyndəki bazaların və digər ölkələrdəki bazaların yenidən qurulması, yenidən inşası və yaxud da ki, təmiri üçün milyardlarla pul lazımdır və uzun illər vaxt lazımdır. Yəni Amerika bir növdə sanki İranın bütün sahil zolaqlarını, bütün limanlarının hamısı vurub sıradan çıxardır ki, əgər buradan gedirsə, buraları cəhənnəmə döndərib getsin. Bu Amerikanın ümumiyyətlə indiyənə qədər həmişə biz gördüyümüz və yaxud da ki, müşahidə etdiyimiz siyasətlidir. İraqı məhv elədilər, Suriyanı tamamilə vurdular, sıradan çıxartdılar, Əfqanistanı vurub tamamilə sıradan çıxartdılar. Yəni biz bütün bunlara baxdıqda biz bunların hamısını ən azından müşahidə edə bilirik. İkinci istiqamət isə Rusiya-Ukrayna müharibəsidir. Rusiya-Ukrayna müharibəsinin artıq şiddəti həddindən artıq artıb. Məsələn, dezinformasiyalar həddindən artıq çoxdur. Misal üçün, Ukrayna tərəfi bəyan elədi ki, Konstantinovkanı işğal ediblər və hətta bir video çəkildilər. Sonra həmin o videonu çəkən elə hərbiçiləri özləri Ukrayna bayrağını yerə atdılar, Rusiya tərəfə keçdilər. Eyni yerdən ruslar da video çəkdilər, göstərdilər ki, əslində bu bir yalan idi. Əslində burada Zelenskinin də bir yalanı var idi. Zelenski qeyd eləmişdi ki, Konstantinovka bizim əlimizdədir. Daha sonra isə oradan video çəkdilər. Ukrayna tərəfi bildirdi ki, Konstantinovkanı işğaldan azad ediblər. Yəni informasiya müharibəsində və o qədər mətbuatda çirkli informasiyalar var ki, o qədər dezinformasiyalar var ki, hansı informasiyanın nə qədər gerçək, hansının nə qədər yalan olduğunu müəyyən etmək o qədər də asan məsələ deyil. Və Rusiya son dönəmlər daha çox Odessa istiqamətinə zərbələr endirir. Burada əsas həm qırılma cavabdır, eyni zamanda Odessada ümumiyyətlə o limana gələ biləcək bütün gəmilərin vurub sıradan, mülki gəmilərdən gedir söhbət, vurub sıradan çıxartmaqdır. Bu da paralel olaraq Hörmüz boğazına əgər neftin qiymətini hazırda tənzimləyirsə,
taxılın qiymətini də Odessa limanı tənzimləyəcək. Çünki faktiki olaraq Ukraynanın əsas gəlir mənbəyi həm bir metaldandır, iki taxıldandır. Əgər bu taxılın qarşısı alınsa, bu o deməkdir ki, dünyada çox ciddi taxıl böhranı baş verə bilər, aclıq baş verə bilər, yəni çox ciddi biz böhranla qarşı-qarşıya ola bilərik və düşünürəm ki, əslində qarşı-qarşıyayıq və hesab edirəm ki, bax, misal üçün əvvəllər Azərbaycanda biz nəyə şahid olurduq? Məsələn, pambıq sahələri daha çox əkilirdi, pambıqlara daha çox önəm verirdilər. Amma indi biz bunun taxıla önəm verəcəyini və bir çox sahə yerlərdə, hətta deyərdim ki, soğan sahələrində belə biz artıq pambıq tarlaları görsək, qətiyyən təəccüblənməyəcəyik. Ən azından dövlət indidən hazırlaşmağa başlayır. Mənim şəxsi fikrim bundan ibarətdir ki, ümumiyyətlə dövlətin birinci təhlükəsizliyi ərzaqdır. Dövlətin birinci ən önəmli resursu isə insandır. Hesab edirəm ki, Azərbaycan da həm ərzaq təhlükəsizliyini, həm də ki, insan resursuna çox ciddi önəm verməlidir. Rusiya-Ukrayna müharibəsi ilə bağlı çox danışmaq olar və indiyənə qədər də çox danışmışıq. Gərək digər bir məsələyə Ermənistanın silahlanmasına və Ermənistanın keçirdiyi hərbi təlimlərə. Ümumiyyətlə biz Ermənistanın silahlanmasına baxanda biz nəyə şahid oluruq? Hindistandan gələn silahlar var. Hindistandan gələn silahların bir çoxsunun o şirkətlər var ki, o şirkətlərin bir çoxusu İsraillə ən azından bir müqavilələri var. Bunu açıq şəkildə demək lazımdır və bu sübut olundu artıq. Digər tərəfdən Fransanın özünün verdiyi silahlar var, özünün satdığı silahlar var. Eyni zamanda Fransa ilə Hindistanın birgə ortaq layihələri olan, şirkətlərin ortaq layihələri olan o silahlar gətirilir Ermənistana. Və Ermənistan ordusunun keçirdiyi son dönəmlər təlimlər var ki, biz o təlimləri ciddi şəkildə təhlil elədik, analiz elədik. Hesab edirəm ki, bundan bağlı bir yazı da yazacağam. Və əsas önəmli olan diqqət çəkən məqam nədən ibarətdir? Bir, xüsusi təyinatlıların sayını 2 dəfə artırıblar. Xüsusi təyinatlıların ümumiyyətlə təlimlərinə çox önəm verirlər. Bunu həm Amerika ilə eləyirlər, həm özləri eləyirlər, həm də digər ölkələrlə hərbi təlimlər həyata keçirirlər. 2, snayper tabırları və qadınlardan ibarət, kişilərdən ibarət əlavə bir qüvvələr də yaradıblar. 3, aldığı silahların xarakteristikasına baxdıqda açıq şəkildə görünür ki, bunların hamısı hücum silahlarıdır. Yəni Ermənistan düzdür, öz sərhəddi boyu müdafiə xətti, müdafiə zolağı qurdu, dərinləşdirilmiş ümumiyyətlə eşelon müdafiə zolağı yaradıb orada, yəni orada bunkerlər yaradıb, amma paralel olaraq da həm də aldıqları dronlardan tutmuş, aldıqları silahlara qədər və keçdiyi təlimlərin hamısı hücum xarakterlidir. Məsələn, bəziləri olacaq ki, deyəcək ki, necə yəni təlimlər hücum mu olur, müdafiə mi olur? Bəli. Məsəl üçün, Azərbaycan ordusunda müharibədən öncə cəbhə xəttindəki hər bir korpusda müdafiə xarakterli təlimlər həyata keçirirdilər, dərslər keçirirdilər, müdafiə. Amma Bakıdakı korpus, 4-cü korpus idi, əvvəlki 4-cü korpus idi, sırf hücum xarakterli təlimlər keçirdi və dərslər keçirdi. Yəni, Ermənistan ordusunun da biz təlimlərinin xarakteristikasına baxdıqda biz açıq şəkildə görürük ki, onlar sırf hücum xarakterli təlimlər həyata keçirirlər. Yəni, dolayısıyla bu regionda ola bilsin ki, yenidən toqquşma baş verdi. Mümkün variantdırmı? Mümkün variantdır. Və biz son dönəmlər Azərbaycan mətbuatı Paşinyanın əleyhinə yazıların yazılması, Paşinyanla bağlı artıq dünənə görə sülh göyərçini kimi təqdim olunan Paşinyana indi artıq diktator falan deyilməsi, bütün bunlar hamısı onu göstərir ki, Ermənistanla Azərbaycan arasında ya bir danışılmış oyun var, ya da ki, yəni danışılmış oyun nə mənada Rusiyanı, Avropanı, ümumiyyətlə bir çox yerləri razı salmaq üçün ən azından bu formada göstərsin, təqdim eləsinlər, amma altdan iş görülsün. Ya da ki, həqiqətən də ciddi problemlər var. Əgər bu ciddi problemlər olacaqsa, mən əvvəldən də demişəm, Ermənistanla Azərbaycan arasındakı müharibənin və sülhün əslində bu Azərbaycan və Ermənistandan daha çox burada maraqlı olarak böyük dövlətlərdən asılıdır. Yəni, əgər sabahları böyük dövlətlər uzlaşmayacaqlarsa, burada mütləq şəkildə müharibə baş verə bilər və yaxud da ki, uzlaşacaqlarsa sülh baş verə bilər. Ona görə də hər iki tərəf, istər Azərbaycan tərəfi, istər Ermənistan tərəfi, iki varianta da hazırlaşır. Sülhə də hazırlaşır, müharibəyə də hazırlaşır. Ümid edirəm ki, bizim regionda müharibə olmaz. Amma dünyada böyük müharibənin olma ehtimalı son dərəcə yüksəkdir və hətta deyərdim ki, qaçılmazdır. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, var olun.